Kim baxırdı anana onda? Yoldaşım. Mənim yoldaşım 3 il anama baxıb demək başqa şeydir. Yəni elə şeylər var ki, indi efirdən Yəni yatalaq xəstəyə baxmaqdan. Yox, yataq xəstəsi başqa şey idi. Bacımın xətrinə dəyməsin. Məsələn, bacım gəlirdi, ona səbr eləyə bilmirdi. Məsələn, iki gündə heç qalmırdı, 2 gündə heç səbr eləyə bilmirdi, gedirdi. Məsələn, anam getdiyi yerdə elə bir başını itirmişdi. Yəni, bütün o şeylərə 3 il mənim yoldaşım son nəfəsinə qədər baxdı. Son nəfəsinə qədər, onu sindirməyinə qədər. Yəni, onu bildiyin ki, o dururdu, birdən ağlını itirib də, aboyu cırırdı. Deyirdi ki, buradan qapı var, mən buradan getməliyəm. Dağırdırdı hər şeyi. Ki, yəni, birdən-birə yəni, dönürdü də, yəni, fikir gedib, yəni, artıq o deyil. Ona yox, son nəfəsinə qədər. Son nəfəsinə qədər baxdı.